Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibatu lil muttaqin ve la udvana illa alel zalimin. Ves salatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli, amma ba'd. İlk öncə Allah Azze ve Celle qardaşın evinə, əhlinə bərəkət versin. Allah Azze ve Celle o bizə qapıları açdığı kimi Allah da ona Firdevs cənnətin qapılarını açsın. Və sonra bu günləri qısa olaraq xatırlatmaq istədiyim sələfin yanında çox mühüm olan, lakin bu günləri bizim qəflətdə olduğumuz ən önəmli şeylərdən birisi tərk etmiş olduğumuz şey göz yaşı haqqında olacaq. Göz yaşı həqiqətən də əzəmətli bir şeydir. Və göz yaşı elə bir şeydir ki, sələflər bundan Allaha yaxınlaşmaq üçün çox istifadə edirdilər. Və biz öz nəfsimizə baxsaq, öz nəfsimizə sual versək ki, biz nə qədər ağlayırıq? Necə sələflərdən deyirdilər ki, görsən ki, ağlamağı tərk etmirsən, bil ki, qəlbində bir problem var. Yəni, qəlb sıxıntı içərisindədir. Qəlb Allahın razı olmuş olduğu bir qəlb halında deyil. Çünki Allahın razı qaldığı, Allahın istəmiş olduğu, Allahın sevdiyi, Allahın təmizə çıxarmış olduğu qəlblər, o qəlblərin sahibləri daim gözü yaşlı olublar. Məsələn, Həsən Əl-Basri haqqında deyilir ki, onu görəndə deyir, elə zənn eləyərdik ki, onun başına yaxın bir zamanda çox böyük bir müsibət gəlib. Yəni, heç bir zaman onun üzünə baxıldığı zaman düşünülməzdi ki, halı yaxşıdır. Yəni, o qədər ağlayardı. Və həmçinin sələfdən başqa birisi deyilir ki, onun gözləri çox gözəl idi. Yəni, həddindən artıq adamın o insanlar var, gözünə baxanda gözü pırıl-pırıldı. Soruşurlar ki, sənin bu gözlərinə nə oldu? Yəni, hani artıq gözləri yaxşı bir halda deyil. Vallahi deyir, mən onu hər gecə ağlamaqla itirdim, deyir. Yəni, o gözəl gözləri hər gecə ağlamaqla itirdim. Və bu sələflərin həyatı olub. Onlar göz yaşına önəm veriblər. Hətta sələflərdən birisi o qədər ağlayır ki, ən son gözləri görməyəcək hala gəlir. Və deyirlər ki, bu kimsəyə təbib lazımdır. O bəldənin ən yaxşı həkimini gətirirlər. Adama baxır, deyir ki, səni deyir, sağaldaram, amma bir dənə şərtim var. Bundan sonra bir də ağlamayacaqsan. Adam qayıdır, deyir ki, Allah üçün ağlamayan gözə mənim ehtiyacım yoxdur, deyir. Yəni, bırax məni, olduğum hal üzərə qalsın, Allah üçün ağlamayan gözlərə mənim ehtiyacım yoxdur. Həmçinin sələfdən başqa birisi ağladığı zaman göz yaşlarını üzünün hər bir yerinə sürtərdi. Soruşulduqda ki, niyə belə edirsən? Deyir ki, çünki mən eşitdim ki, göz yaşı dəyən yerə Allah Azza və Cəllə od toxundurmaz. Onların yanında ağlamaq, Allah üçün göz yaşı axıtmaq bu qədər mühüm idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə baxırıq, Allahın Rəsulu belə Quran ayələri oxuyanda, Quran ayələrinə gəlib çatanda Rasulullah sallallahu aleyhi və səlləm ağlayırdı. Və yenə biz salih insanlara baxırıq, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında olan sahabələrə baxırıq, onlar da Quran ayələrinə gəlib çatdığı zaman, ayələrə gəlib çatdıqları zaman ağladıqlarının şahidi oluruq. Məsələn, Ömər radiyallahu anhu deyir, bir günləri bir yerdən keçəndə bir nəfərin Tur surəsini oxuduğunu eşidir və deyir ki, Ömər radiyallahu anhu orada həqiqətən sənin Rəbbinin əzabı mütləq vaqe olacaq, bu ayəni eşidir və Ömər radiyallahu anhu bu ayəni eşitdikdən sonra bir həftə 10 gün evində xəstə yatır. Yəni, ayənin şiddətindən, ayətin dəhşətindən və sahabələr deyir ki, biz onu ziyarətə getdik. Həqiqətən də bu onu göstərir ki, qəlblər diri olanda, qəlb oyaq olanda, Allah Azza və Cəllənin sözünü eşidəndə, Allahın əzəmətini başa düşəndə o qəlbin kövrəlməməsi, o gözlərdən yaş axmaması mümkün deyil. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm əshabını görəndə ki, onlar qəhqəhə çəkib gülürlər, Peyğəmbər sallallahu aleyhi və səlləm onlara nə dedi? Sizlər mənim bildiyimi bilsəydiniz, az gülər, çox isə ağlayardınız. Yəni, çox ağlamaq Allah və Rəsulunun önə çıxarmış olduğu, Allah və Rəsulunun tərifləmiş olduğu bir şeydir. Və biz yenə sahabədən sonra gələn yenə xeyirli nəsillərə baxırıq. Onların da göz yaşı içərisində bir həyat yaşadığını şahidi oluruq. Məsələn, İmam Malik rahiməhullah deyilir ki, o namazda Məlik Yevmiddin oxuyanda çoxu zaman o ayəni təkrar eləyərdi. Hətta bir dəfəsində deyir, o ayəti kəsə bilmədi və deyir, namazı tərk etdi, deyir. O ayəti kəsə bilmədiyindən dolayı. Yəni, Məlik Yevmiddin din gününün sahibi, yəni qiyamət gününün sahibi. Həmin o din gününün sahibi, yəni insan təsəvvür eləyəndə ki, İmam Malikin o əsnada gözünə görünən şey nədir? Nəyi xəyal edib, nəyi düşünürdü ki, o ayətə gəlib çatdığı zaman o ayəti kəsə bilmirdi, o ayət üzərində təkrar o ayəti oxuyurdu. Həqiqətən o insanlar
bizə bir şey öyrədirlər. Göz yaşı onların həyatının bir parçasıdır. Göz yaşından onlar və göz yaşı, sələflər və göz yaşı ikisi bir aradadır. Yəni baxırsan ki, onların həyatına hər bir alanda, hər bir yerdə heç bir əlaqəsiz, yəni oturduqları yerdə ağladıqlarına da yenə sələflərin şahid ola bilirik. Məsələn, Abdurrahman bin Avf bir gün bir məclisdə əyləşir və görür ki, qarşısında çox gözəl təamlar var, çox gözəl yeyəcəklər var və hönkür-hönkür ağlamağa başlayır. Yanındakilər soruşurlar ki, səni ağladan şey nədir? Deyir, vallahi qorxuram ki, deyir, etdiyimiz bu dünyada nə qədər ki, xeyirlər var, onun qarşılığını Allah bizə bu dünyada verir, axirətə isə heç bir şey qalmayıb. Yəni, qorxmuş olduğu, ağlamış olduğu şey nədir? Bu dünyada naz-neməti görür və qorxur ki, etmiş olduğumuz şeylərin mükafatını bu dünyada alır, lakin axirətə isə heç bir şey aparmırıq. Yenə İmam Əhmədə baxırıq. İmam Əhmədin oğlu deyir ki, bir gün deyir, atamı iftara dəvət etdim. Atam deyir, tam iftarı açacaq, ağlamağa başladı. Ağladı. Mən deyir, onu saxlaya bilmədim. Və deyir, atam evi tərk etdi. Və ikinci gün deyir, mən onu yenə iftara dəvət etdim. Yenə deyir, tam iftarı açacağı əsnada ağlamağa başlayır. Ağladı və evi tərk etdi. Artıq deyir, üçüncü gündə eyni şey təkrar oldu. Mən deyir, atamın dostlarına dedim ki, atam deyir, həlak olmaq üzərədir. Getdim onlara dedim ki, atam həlak olmaq üzərədir, atamı qurtarın. Və deyir, gəldilər, soruşdular ki, ey İmam Əhməd, səni ağladan şey, səni bu hala salan şey nədir? Deyir, vallahi özümü saxlaya bilmirəm, deyir. Tam yeməyə başlayacam, deyir, cəhənnəm əhlinin yeyəcəkləri yadıma düşür, deyir. Yəni, onlar necə irindən şeylər yeyəcəklər, tam bunu xatırlayıram, deyir, yemək yeyə bilmirəm. Təsəvvür edin ki, bunu deyən İmam Əhməddir. Yəni, bu şeydən özünü qoruya bilməyən, göz yaşını saxlaya bilməyən, cəhənnəm əhlinin yeyəcəyini təsəvvür eləyən İmam Əhməddir. İndi bizim bunları gördüyümüz zaman bizim məgər gözümüzün yaşı qurumalıdır. Yəni, biz gözü quru gəzə bilərikmi? Yəni, bu insanları görəndən sonra, bu insanların halını, bunların bu qədər ibadətlə, bu qədər təqva ilə, bu qədər ixlasla gözlərinin yaşı qurumayıbsa, bizim gözümüzün yaşı hansı dərəcədə olmalıdır? Onu da hər birimiz öz nəfsimizə sual verməliyik. Peyğəmbər sallallahu aleyhi və səlləm gözü yaşlı olan insanlara iki müjdəni xəbər verir. Birinci müjdə o müjdədir ki, aleyhissalatu vesselam o kimsələr ki, Allah üçün ağlayırlar, bir o gözlərə odun toxunmayacağını vəd verib. Yəni, o gözlər ki, Allah üçün ağlayır, o gözlərə od toxunmayacaq. Sələf birinci bunu başa düşmüşdü. Yəni, ona görə onlar deyirdilər ki, bizim üçün qızıl sədəqə vermək, göz yaşı axıtmaq qızıl sədəqə verməkdən daha sevimlidir. Yəni, göz yaşı axıtmaq qızıl sədəqə verməkdən bizim üçün daha sevimlidir. Niyə? Çünki bu gözlərə od toxunmayacaq. İkincisi, Peyğəmbər sallallahu aleyhi və səlləmin müjdə vermiş olduğu şey, qiyamət günündə Allah subhanahu və teala onun rızası üçün ağlayan kimsələri heç bir kölgənin olmadığı zamanda Allah azza və cəllə onları kölgələndirəcək. Bu da həmin kimsələrə ikinci bir müjdədir. Və biz o insanların, dedik ki, bunun təməlində duran şey təqvadır, Allah qorxusudur. Və biz o insanların necə Allahdan qorxduğundan keçən dəfə danışdıq. Necə onlar Allah azza və cəllədən qorxurdular. Sahabədən birisi deyir ki, kaş ki, deyir, mən bir quş olsaydım və hesaba çəkilməsəydim, deyir. Kaş ki, mən bir quş olaydım və heç bir hesabım olmayaydı. Təsəvvür edin, Sufyan Əs-Savri, keçən dəfə də danışdıq haqqında, necə bir kimsə olub? Zahid, abid, başını səcdəyə qoyur, səcdədən məğribdə qoyur, işada başını qaldırır. Deyir ki, kaş ki, mən bu dünya ilə heç vaxt tanış olmasaydım, deyir. Təsəvvür elə qorxurdular. Və bu sözü deyə-deyə də ağlayırdılar. Yəni, bu ağlamaq, bu sözlər və təqva sahibi insanların ağzından çıxan bu sözlər həqiqətən göz yaşının nə qədər önəmli bir şey olduğunu göstərir. Və biz indi gəlib çatmışıq, əlhamdülillah, Ramazanın son günlərindəyik. Ehtiyacımız var, həqiqətən elə insanlar var ki, onlar ağlaya bilmirlər. Etiraf edir, gəlir, deyir ki, qardaş, Allah ağlaya bilmirəm, deyir. Yəni, ağlaya bilmirəm, bil ki, qəlbdə böyük problem var. Bil ki, qəlblər sərtləşib. Sərtləşən qəlblər ağlamır. Sərtləşən, yəni bərk olan qəlblər, necə Allah azza və cəllə deyir ki, məgər o sərtləşən qəlblərin, daşlaşmış qəlblərin yumşalmasının zamanı gəlib çatmadı mı, deyir Allah azza və cəllə. Yəni, bir gün gələcək ki, insanlar ağlayacaqlar. Mütləq etdikləri şeylərdən, edə bilmədikləri şeylərdən dolayı ağlayacaqlar. O da nə gündür? Qiyamət günüdür. Ona görə insana lazımdır ki, bu dünyada ağlasın ki, ta ki o gün gəldiyi zaman o gözlər sevinc içərisində olsun. O gözlər Allah azza və cəllənin kölgələndirmiş olduğu insanlara daxil olsunlar ki, o kölgələrdə kölgələnə bilsinlər. Bizə düşən şey, əgər ağlaya bilmiriksə, bunu da Allahdan istəyəcək. Ya Rabbi, ağlaya bilmirəm, ehtiyacım var sənə, gözümdən yaş gəlmir, ya Rabbi, qəlbim sərtləşib deyə Allah azza və cəlləyə bunu bildirəcək və Allahdan ağlayan gözlər istəyəcək. Vallahi, ağlamaq əslində bilirsən nə deməkdir? Ağlamaq o deməkdir ki, bu insanın bir dərdi var. Bu insanın bir sıxıntısı var. Yəni, məsələn, sən dünyada
çox böyük sıxıntıda olan insanlar var. Məsələn, örnək verirəm, uşağı xəstədir. Düzdür, çox ağır bir xəstədir. Uşağı xəstəxanadadır, əlindən heç bir çarə gəlmir. Həkimlər hazır ol, hər an hər şey ola bilər deyir. Sən belə dərdli insanın gözünün quru olduğunu görə bilməzsən. Yəni, oturduğu yerdə mütləq gözündən bir yaş axdığına şahid olacaqsan. Gözünün içinin heç əlaqəsiz bir yerdə qıpqırmızı olduğunu görəcəksən. Dərdli bir insandır, ailəsindən uzaq düşüb, uşağından uzaq düşüb, onlardan xəbər ala bilmir. Bu insanın bir dərdinin böyük olduğunu, onun gözündən yaşlar axdığını görəcəksən. Niyə bu belədir? Çünki dərdi böyükdür. Yəni, insanın dərdi nə qədər böyükdürsə, bir o qədər gözdən axan yaş bərabərində artmış olur. Və sələflərin də dərdi böyük idi. Hansı dərdi? Axirət dərdi. Ona görə onlar o qədər çox ağlayırdılar. Ona görə onların dərdi böyük olduğuna görə, ona görə göz yaşlarını saxlaya bilmirdilər. Onların dərdi nə idi? Allahın rızasını qazanmaq, Allah Azza və Cəllənin əzabından qorunmaq. Ona görə hətta sələflərdən birisi nə deyir? Deyir, vallahi, cənnətlə cəhənnəm arasında qalsam, yəni bilməsəm ki, hansına gedəcəm, yox olmağı tərcih edərəm, deyir, yox olmağı. Yəni, təsəvvür elə, bu nə qədər, yəni deməli, bu adamın dərdi var, bir qorxusu var. Yəni, bu insanlar Allah Azza və Cəllədən qorxurdular, Allah Azza və Cəllənin rızasını umurdular və dərdləri də buydu. Və dərdi bu olan insanın mütləq gözü yaşlı olacaq. Ona görə biz göz yaşımızı artıracağıq. Göz yaşımız yoxdursa biləcək ki, biz dərdli insan deyilik. Necə dərdli insan ola bilər ki, düşünmürük, axirət var, hesab var, kitab var, ölüm var, Allaha qovuşmaq var, etdiklərimizin və etmədiklərimizin hesabını vermək var, üzərimizdə olan sorumluluqların hesabını Allah Azza və Cəllə bizdən soruşacaq, həyatımızı Allah bizdən an-ba-an soruşacaq, an-ba-an. Yəni, belə bir dərdi olan bir insana heç gözündən yaş gəlməyə bilər. Yəni, sən 24 saat vaxt verilib, soruşulursan, filan yerdə oturmuşdun, danışmışdın, gülmüşdün. Hətta, subhanallah, sələflər deyirlər ki, qorxuram ki, deyir, Allah subhanahu və teala qiyamət günü məndən soruşsun ki, sən filan vaxtı filan şeyə təbəssüm etmişdin, niyə etmişdin? Təsəvvür elə, nədən qorxur yəni? Təbəssümün hesabını verməkdən qorxur, təbəssümün. İndi təsəvvür elə ki, nə qədər həyatımızda boş şeylər var və biz bu boş şeylərə rəğmən ağlaya bilmirik. Yəni, daha çox biz ağlamalıyıq. Biz sələflərə baxıb onların göz yaşını, onların ağlamağını gördüyümüz zaman biz başımızı səcdədən qaldırmamalıyıq. Allahım, sənə möhtacam. Musa aleyhisselam Allaha deyir ki, ya Rabbi, sənin indirəcəyin xeyrə mən möhtacam. Yəni, biz Allaha möhtac deyilik. Vallahi bizim bəlkə də başımız səcdədən qalxmamalıdır ki, hani onların etmiş olduğu şeylərin bəlkə də çox cüziyyətinə gəlib çataq ki, Allaha olan ehtiyacımızı bildirək. Allahdan istəyəcəyik, göz yaşı axıdacağıq. Göz yaşımız gördük ki, günlər keçir, biz hələ ağlamırıqsa, Allahın ayələrini oxuyub üzərindən keçiriksə, bu həqiqətən də qəlbimizdə böyük bir sorun, böyük bir problem olduğunu göstərir. Və göz yaşı olan insan, alimlər deyirlər ki, göz yaşı axıdan insanların qəlbləri mərhəmətli olur. Onlar rıfq sahibi olurlar. Rıfq sahibi olmaq nə deməkdir? Yumşaq olmaq, uyumlu olmaq. Məsələn, o insanlar ki, deyirlər, mən heç vaxt ağlaya bilmirəm, ağlamıram. O insanların mərhəmətli insan olduğunu görə bilməzsən. Yəni, görə bilməzsən ki, o insanlar mərhəmətli insandır, rəhimli insandır, həlim insandır, rıfq sahibi insandır, mümkün deyil. Ona görə göz yaşı insanın həyatında həm bu dünyada insana fayda verir, həm də qiyamət günü insana fayda verən işlərdəndir. Gücümüz yetdiyi qədər ağlayacağıq. Necə sələflərdən birisi deyir ki, ağlaya bilməsən də ağla deyir. Yəni, ağlaya bilməsən belə ağla, həqiqətən də bu insana böyük fayda verir. Çəkiləcək qırağa, əlimizi açacaq, Allaha dua eləyəcək, hönkür-hönkür ağlayacaq. Necə ki, sələflər bu şəkildə ağlayırdılar. Və düşün ki, sən Allah üçün hönkür-hönkür ağladığın zaman, Allah Azza və Cəlləyə qulluq etdiyin zaman, Allahdan hönkür-hönkür ağlayıb bir şeylər istədiyin zaman, o ki, mərhəmətlilərin ən mərhəmətlisidir, necə sənə mərhəmət etməsin, necə səni bağışlamasın, necə sənə lütf etməsin, necə sənə rəhməti ilə müamilə etməsin, o ki, aləmlərin Rəbbi, o ki, qullarına qarşı mərhəmətli, o ki, bir ananın balasına olan şəfqətindən daha çox qullarına qarşı şəfqətli olan, mərhəmətli olan bir Allah, belə bir Allah var, belə bir ilahımız var, belə bir Rəbbimiz var. Yönələcəyik ona, ağlayacağıq və Allah Azza və Cəllədən də ən çox istəyəcəyimiz şey Allahın bizi bağışla olacaq. Çünki Allah Azza və Cəllə bizi bağışlasa, dünyada da, axirətdə də bizim üçün heç bir sıxıntı olmayacaq. Allah Azza və Cəllə bizi bağışlasın. Allahdan istəyirəm ki, Allah sərtləşən qəlblərimizi yumşaltsın. Allahdan istəyirəm ki, Allah Azza və Cəllə bizi rıfq sahibi insanlardan etsin. Allah Azza və Cəllə bizi cəhənnəm əzabını bizə haram etsin. Allah Azza və Cəllə bizi cənnət əhlinin sakinlərindən etsin. Allah Azza və Cəllədən istəyirəm ki, qəbir əzabını bizə haram etsin. Allah Azza və Cəllədən istəyirəm ki, bizi buraya bir araya topladığı kimi bizi Firdevs cənnətlərində bir araya toplasın. Allah bizi Ramazan ayına yetişdirdiyi kimi bu gecələrin xeyirlərinə bizi muvaffaq etsin. Allah bizi Qədr gecəsinə muvaffaq etsin. Allah Azza və Cəllə bizi Firdevs cənnətinin ailələrimizlə bərabər Firdevs əhlinin sakinlərindən etsin. Allahdan istəyirəm ki, o müsəlmanlar ki, sıxıntı altında da Allah onlara yardım etsin. Allah Azza və Cəllə bizim kimi qardaşları ilə, bacıları ilə, övladları ilə, ailələri ilə
bu günləri keçirdə bilməyən hər bir kəsə yardım etsin. Allah Azza və Cəllə onların qapılarını açsın. Allah Azza və Cəllə müsəlmanlara hiylə quran, müsəlmanlara zərər vurmağa çalışan hər bir kəsin zərərini başına keçirsin. Allah Azza və Cəllə onları elə bir şəkildə rüsva etsin ki, özlərindən sonra gələnlərə Allah onları ibrət etsin. Allahümmə amin və axiru davana enelhamdülillahi rabbil alemin.